Həmişə gündüz vlogları ilə gəlirdim. Bu günlərimdə də axşamlar sizlərlə nə iş görürəm, onları paylaşacağım. Həqiqətən də elə bilərsiniz ki, mən yalnız gündüz iş görürəm. Yox, heç axşamlar da dayanmıram. Amma ki, axşamlar çalışdığım qədər az da olsa özümə baxım etməyə, hardasa az miqdarda da olsa çalışıram. Bəs siz necə axşamlar işdən, gücdən vaxt eləyib özünüzə vaxt ayıra bilirsinizmi, yoxsa elə yorulub gedib yatırsınızmı? Məndə bir xasiyyət var. Bu videoda həqiqətən də çox pis vəziyyətdə İraqsizdən, çox pis də, yəni vəziyyətdə ağrıyırdım. Amma ki, özümü sıxıb durdum ayağa ki, yox yəni duracağam və o qabları yuyacağam, səhərə qalmasın. Səhərə qalanda daha artıq olur. Sizlər necəsiz? Ağrıya-ağrıya ev işlərini məcburiyyət qarşısında da olsa görürsünüzmü? Yoxsa heç vəcinizə almayıb evin bir köşəsinə atıb yatırsınızmı? Əslində hardasa səhhətimizi düşünməliyik. Çünki nə bilim, yəni bu Allahın bizə verdiyi bədəndir, candır. Biz bunu qorumalıyıq. Amma ki, bəzən məndə elə səhlənkarlıqlar olur ki, həqiqətən də o qədər iş görürəm ki, birdən ayrılıram çünki artıq tükənmişəm, yorulmuşam. Bax, o zaman biraz hardasa olsa dinlənirəm. Nəysə, mən də axşam yediyimiz qabları qəşəng yudum və stəkanları xlorladım. Mən xlorla stəkanları həftədə bir dəfə falan belə qəşəng tərtəmiz yuyuram. Demək olar ki, hər istifadə birdən istifadə edirəm da. Hər istifadədə az da olsa xlor istifadə edib qablarımızı yuyuram. Amma ki, elə olur ki, birdən həftədə bir dəfə falan hamısını tökürəm, yuyuram elə xlorla sonra. Və burada da kafeli falan da sildim. Ondan sonra dəsmalları da atdım maşına. Dəsmalları belə atıb gedirəm da, yəni yatmağa. Ondan sonra götürmürəm. Bircə paltarım vardı. Onları da gətirdim, astım. O gün bir qız sual verib ki, siz ağlarla qaraları bir yerdə yuyursunuz. Yox, birdən olur ki, nadir hallarda Mirayın bir dənə kalkotkası falan olarsa ağrəkdə təcrübə. Yəni bir dənədən ötürü ya əlimdə yuyuram, ya da ki, axot olmayanda, yəni düzdür atıram maşına da o kalkotkadır. Burada da həyatı boyu icazə vermərəm ki, yoldaşım atsın yeri, mən atıram. Çünki o pakırvalı, o ədyalı elə pis günə qoyur ki, yəni da ondan sonra o yeri atılmasa onunla məsləhətli olar. Və belə gəldim burada üzümü yumam. Mən üzümü bu kislə yuyuram. Çox gözəl yuyur qızlar. Üzü səpkili falansa onunla yuyur. Daha sonra da üzümü yuyub qurulayandan sonra bir də skrabla yuyuram. Sonra gəlirəm artıq nəmləndirici krem, nə bilim nə istifadə edirəmsə ondan istifadə edib saçımı da darayıb gedirəm yatmağa. Və qızlar, maraqlıdır. Siz axşamlar hansı işləri görüb ondan sonra yatırsınız? Necə üzünüzə qulluq edirsinizmi? Rəy bölməsinə yazıb səhifəmi